Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bu gün sizlərlə 2021-ci ildə 1-ci qrupların blok imtahanına düşmüş belə bir loqaritma sualına baxacağıq. Bizə deyir ki, 6 plus loqaritma 2 əsasdan sinus 15 minus loqaritma 2-də 1 əsasdan sinus 75 ifadəsinin qiymətini tapın. Baxın, ilk öncəliklə burada nə edərik? Bu 2-də 1-i biz necə yaza bilərik? 2 üzəri mənfi 1 kimi. Bilir ki, mənfi 1-də qarşıya çıxacaq və mənfiyə vurduqda bu müsbət olacaq. O zaman elə bunu yazarıq 2 əsasdan sinus 75 kimi, amma burada müsbət işarə ilə. Loqaritmaların ayrı-ayrı toplanması daxilin vurulması deməkdir. Yəni 6 plus loqaritma 2 əsasdan sinus 75 vurulsun sinus 15. Baxın, aşağıda belə bir düstur qeyd etmişəm. Sinus alfa vurulsun sinus beta bərabərdir. 2-də 1 kosinus alfa minus beta minus kosinus alfa plus beta. O zaman bu düsturu buraya tətbiq etsək, yazarıq ki, 6 plus loqaritma 2 əsasdan 2-də 1 vurulsun kosinus 75 minus 15 yəni 60 minus kosinus 75 plus 15 yəni 90. Bu bizə 0 verəcək, bu 2-də 1 verəcək. O zaman yazarıq ki, 6 plus loqaritma 2 əsasdan 2-də 1 vurulsun kosinus 60 da dedik 2-də 1 verir. O zaman elə bunu yazarıq. 6 plus loqaritma 2 əsasdan 2 üzəri mənfi 2. 4-də 1 bilirik ki, 2 üzəri mənfi 2 verir. Dedik ki, bu mənfi 2 qarşıya çıxacaq. 2 əsasdan 2-də bizə 1 verər. O zaman alarıq ki, 6 minus 2, bu da bizə neçə verər? 4. Cavabımız oldu 4.